Benim. يا شهداء في سبيل الله السلام عليكم يا أهل الدار قوم المؤمنين إن شاء الله بكم لاهقون أسأل الله لي لنا ولكم العافية سبحان الله تعالى خالق النور رحم الله لنا الفاتحة غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم هو الله أحد الله Allah rahmet Selamünaleyküm ya şehada fi sebilillah. Esselamu aleyküm ya ehli dardar kavmin mu'minin. Lillahi li lana melekû lafiye. Rahmallah ve nadilel Fatiha. Allahümme salli ala. Gayril mağdubi aleyhim ve lâddâllîn. Amin. Bismillahirrahmanirrahim. Salli ala Muhammed ve ala ali Muhammed. Ashabun nar ve ashabul cennet. Ashabul cennet tuhtuha linnas la'allahum yetefekkerun. هو الرحمن الرحيم هو الله الأكبر سبحان الله عما يشركون كريم ونحن على ذلك كما قال ربنا هو مولانا من الشاهدين الشاكرين لقلب السلام سبحان ربك رب العزة عما يصفون الحمد لله رب العالمين والعاقبة للمتقين اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتب علينا يا مولانا إنك أنت التواب الرحيم واهدنا ووفقنا إلى الحق ولا طريق مستقيم واعف عنا واغفر لنا وارحمنا وانصرنا على القوم الكافرين اللهم نور قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن وشمر ذانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن اللهم أكرمنا بكرامة القرآن اللهم شرفنا بشرافة القرآن اللهم زينا بزينة القرآن اللهم ألبسنا بخلقة القرآن اللهم ادخل الجنة بشفاعة القرآن وبجودك وكرامك يا أكرم الأكرمين ويا أرحم الراحمين اللهم والفوز بالجنة والنجاة من النار رحم الله مناديا فاتحة مع السلامة اللهم بسم الله الرحمن 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 الرحيم صراط المستقيم ولا يكفي لهم Allah kabul etsin. Allah rahmet eylesin. Allah rahmet eylesin. Hürmetli cemaat, aziz konaklar, hürmetli şehit ataları, hürmetli şehit anaları. Bugün biz yine de her gün bu güzel mekanda, and yerimiz olan mekanda, ziyaret olunan mekanda, her birimizin baş tacı olan mekanda, Şamağı Şehitler Xiyabanı'ndayız. Hürmetli cemaat, bu mekan elə belə mekan değil. Bu mekan kuvveli mekandır. Bu mekan güçlü mekandır. Bu mekanda ayağın her hansı bir insan çap koydu, onun ayağı kesilmelidir. Ve o bu dünyadan yok olmalıdır. Bunu bilsin cemaat. Kimse ayağını ayrı koymak için ne varsa ona şamil olur benim dediğim söze. O aksakalın dediğim söze. Hürmetli cemaat, hemşeki olduğu kimi sizden bir xahişim var. Bir de gelip şükürler bütün şehitlerimizin hatıresini yad edek. Sonra tedbirimizi devam ettirek. Çok sağ olun, teşekkür ederim. Allah razı olsun. Bir neçə kəlmə haşiyə çıxım. Sonunda Zakir yox idi burada. Mən Sədi ilə, Allah rəhmət eləsin Sədiyə, Ağacanın babası. Mən onunla icra hakimiyyətində oldum gecə səhərə kimi. O dedi, mən oğlanlarıma da, qızlarıma da, bütün qohum ağrabı da maşallah qollu qanatlıdır. Hamısına tapşırmışam ki, bəlkə də bu söz deməyə mənə layıqdır. Bəlkə də layıqdır. Sizin əqsaqlarınız var.
bu karşıdaki bu aksaqqalınızı. Allah Teala bunların qalan bağlarını salamat eləsin. Amin. Allah Teala bütün şəhidlərin qalan bağlarını salamat eləsin. Hörmətli cəmaət, bu 6 ildə mənə Zakirə söz verməmişəm. Ona görə ki, babası Ağacanın babası, hamısının babası mənəm. Bütün şəhidlərin babası mənəm, eyni zamanda Ağacanın babası mənəm. Ona görə mən danışıram. Bahar xanım buyur. Anası danışan deyil. Ha danışdı, mən bilirəm də, mən deyirəm ona görə sən sözlər. Mən də hər birinizi salamlayıram. Çox sağ olun ki, həqiqətən bu 2 gün hamımız bir yerdə, bir instandə biz Zakir qardaşı, Əbəniz bazını tək qoymamışıq. Dünənki gün Əfqan qardaşın da balasının ad günü olur. Allah onun da yerin cənnət eləsin. Bir də var onlara. 3 dənə şəhidimizin ad günüydü. Hamısının mövlüdü mübarək olsun. Cənnətdə keçən ad gününüz mübarək olsun, cəmi şəhidlərimiz. Gözəl balalar, Allah yerinizi cənnət eləsin. Amin. Allah analara, atalara səbir versin. Sağ olun ki, həqiqətən biz bir yerdə olsaq, yumruq bir olsa biz bir olacaq. Bəli. Yox, biz əgər dağılsaq, bir-birimizin yanında olmasaq, bizim bu məclisimiz dağılacaq. Allah balalarımızın yerini cənnət eləsin. Amin. Bütün gələn qonaqlara Allah Taala can sağlığı versin. Amin. Aybəniz bacının adından deyirəm. Allah sizə var eləsin, cəmi şəhidlərimizin yeri cənnət olsun. Çox sağ olun, Allah razı olsun. Çox sağ olun Bahar xanım, mən də sizə təşəkkür edirəm Rəfsat xanım kimi. Hörmətli Cəhim müəllim buyur. Çox sağ olun. Şəhid atası. Mən də bütün tədbir iştirakçılara salamlayıram. Uzaqdan sonra yaxından gələn qonaqlarımızı. Heç ki, bu günləri bizim Ağadan balamızın mövlududur, cənnətdə dəyişməyən ad günüdür. Allah şəhadətin qəbul eləsin Ağadan balamın. Allah Zakir qardaşıma, bacıma Allah səbir versin. Qalan balalarımızın xeyrini görək inşallah. Ondan olsun ki, o evdən körpə səsi gəlsin. Amin. Allah nəvə qismət eləsin. Oğul nəvəsi onun adını Ağacan qoyasınız. İnşallah Ağacan adı yaşasın. Çox sağ olsun bu günləri bura Ağacan balamızın komandirləri gəlib, əsgər yoldaşları gəlib. Allah əsgərlərimizi qorusun. Çünki onlar bizim keşiyimizi çəkirlər, gecə gündüz səngərdə də belə, hava qüvvələrində də belə, quru qoşunlarında da, suda da Allah hər birini qorusun, əsgərlərimizi, zabitlərimizi. Allah bayrağımızı, sürəngili bayrağımızı həmişə uzalarda dalgalandırsın. Allah qazilərimizə şəfa versin, Allah veteranlarımıza can sağlığı versin, Allah xalqımıza bərəkət versin, elimizə, obamıza bərəkət versin. Çünki bizim hal-hazırda bu üzümüzə açılan sabah bu şəhidlərimizin sayəsindədir. Biz onlara mütəmadi olaraq biz onları ziyarət eləməliyik. Çünki şəhid unudularsa o ölər. Çünki onlar unudulmazdır. Çünki onlar elə bir işlər, döyüşlər gördülər ki, ölkəmizdə öz 200 illərlə, 150 illərlə yəni o işləri görənlər olmayıb. Həqiqətən də bizim rahat yatmağımız da, bu həyatda rahat gəzməyimiz də hamısı bizim bu şəhid balalarımızın sayəsindədir. Onları dünyaya gətirən anaların əlindən öpürəm, onları tərbiyə verən atalardan Allah razı olsun. Şəhidlərimizin əksəriyyətin valideynləri 60%-i 1-ci Qarabağ döyüşçülərdir. Mən özüm də 1-ci Qarabağ döyüşçüsü olmuşam. Osman qardaşımız. Bizə qismət olmadı, amma balalarımıza qismət oldu. Yəni, o səngərə girəndə insan, yəni, bir dənə o şəhadəti fikirləşirsən, əlilə silah götürüb səngərdə yananda bir şəhadəti fikirləşirsən, ana bacını qeyrəti fikirləşirsən. Başqa heç nə insan ağlına gəlmir ki, yalnız qeyrət, namus, vicdan, ana bacı, bir də şəhid, torpaq şəhiddir, vəssalam, yəni onu fikirləşsən. Bir də mən özüm müəllim işləyirəm, 26 ildir, balalarımıza dəstək edən. Yəni, mən elə evlatlar böyütməliyəm ki, yəni, belə evlatlar böyütməliydim ki, cəmaata da nümunə, insanlara da nümunə olsun ki, həm müəllimlik, müəllim peşəsi belə peşədir. Yəni, həqiqətən də həm məsuliyyətli peşədir, həm çətin peşədir. Yəni, insan özündən məsuliyyət hiss eləməlidir. Çünki o valideyn evladın o sinifə, o müəllimin sinifinə göndərirsə, o müəllim özündən məsuliyyət hiss eləyib ona
valideynindən də artıq nəsihət, tərbiyə verib və yol göstərməlidir. Bizim tələbəmiz də var, şəhid tələbələrimiz var. Rıza balamız, Allah ruhu şad eləsin. Mən incəsənət təhsil mərkəzində dərs deyirəm. Allah bizim gələcək nəslə xeyirli, bərəkətli ömür versin. Bizim bu əsgər balalarımızdan Allah canı sağ eləsin ki, gəliblər, zabit qardaşlarımız, balalarımız. Allah hər birinə xeyirli, bərəkətli ömür versin. Allah şəhid atalarının, analarının səbrini versin. Bağışlayın, çox danışdım. Təşəkkür edirəm. Qaldım. Allah Çox sağ olun. razı olsun. Üstad. Ağacan bala. Sizin az gününüzü dünən keçirdiniz öz yoldaşlarınızla, öz qan yoldaşlarınızla, silahdaş yoldaşlarınızla. Başı uca olub, torpaq aldığınız yoldaşlarınızla dünən keçirdiniz az gününüzü. Bugün sizin ruhunuz buradadır. Sizin ruhunuz burada görükür ki, komandirləriniz buradadır, olanın rəhbərləri buradadır. Hər birinə təşəkkür edirəm, bir ağsaqqalı təşəkkür edirəm. Ağsaqqalın duası, hamının duası yaxşıdır. Ağsaqqalın duası yaxşıdır, həm də güclüdür. Allah da onların hər birinin canlarını salamat eləsin. İşləri avan da olsun. Hörmətli Ağacan bala, bugün sənin üçün izdihamdır. Bugün sənin izdihamın qarşısında Şamaxı rayonunun axundi, hörmətli Hacı Mərhəmət mənim sağımdadır. Həmiş olduğu kimi Şamaxının bu işə baxan şöbəsinin müdiri mənim solumda, Cəlal müəllim mənim yanımdadır. Və eyni zamanda bu günləri bütün komandirlərin rəhbərləri, əsgər yoldaşların, silahdaş yoldaşların sizinlə qarşı-qarşıyadır. Hörmətli Ağacan bala, sənin üçün bu gündən, bu xoşbaxtlıqdan başqa bir gözəl xoşbaxtlığı mən hiss eləmirəm, nə də ola bilməz. Allah Teala hər birinin işlərinə van eləsin. Və eyni zamanda sənin qarşında Şamaxı rayon ağsaqqalı Ağaca babamdır. Allah Teala bütün şəhid atalarının, şəhid analarının, qalan bağlarını salamat eləsin, ya Rabbim mənim Allah. O zaman buyur şəhid atası. Lakin Allah balamıza rəhmət eləsin. Onun timsalında bütün şəhidlərə rəhmət eləsin. Ağacan bu xiyabanda yeganə hərbi hava qüvvələrinə məxsus şəhiddir. Şəhidin fərqi yoxdur hansı harda xidmət edir. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin tərkibində hərbi hava qüvvələri, onun raketdən müdafiə qüvvələri, şöbələri var. Və onların da Azərbaycan torpağının azadlığı uğrunda özlərinin böyük rolu olur. Və mən keçən ildə demişdim, bu ildə deyirəm, bizim yeganə şəhidimizdir ki, hərbi hissənin nümayəndələri Ağacanın tədbirlərində iştirak edirlər. Və buna görə də bir daha bir şəhid atası kimi Azərbaycan Respublikasının hərbi hava qüvvələrinin komandanına, sizin şəxsən xidmət elədiyiniz hərbi hissənin komandirinə və şəxsən sizin özünüzün bir hamınıza sağ ol deyirəm. Çox sağ olun. Bu dostluq artıq 6-cı ildir ailəvi dostluğa keçilir. Komandirin atası bizim qəhrəman komandir, müharibə vaxtı bölük komandiri idi və Ağacanın birbaşa komandiri idi. Sonradan biz bildik ki, o da biraz xəstələndi, hospitalda yatdı. Bu dostluq ailəvi dostluğa çevrildi. Və inşallah ömrünün axıra qədər davam edən dostluq olsun və sizin bu münasibətiniz mənə o qədər xoş gəlir ki, mən bunu bütün Azərbaycan ordusunun zabitlərinə arzulayardım ki, sizi kimi yaxşı hərbiçilər olsun. Bugün qardaşımın atası, balamın atası zabitin burada iştirak edir. Mən o kişiyə şəxsən minnətdarlıq edirəm. Təklikdə görüşdüm, onunla görüşdüm və dedim ki, sənin kimi kişinin belə də oğlu olmalıdır ki, bax, bu əsl qəhrəmanlıq nümunəsidir ki, 6 il bundan qabaq şəhid olmuş bir əskərinin bütün tədbirlərində, Qurban bayramında, anım günündə, ad günündə, özü də gəlməsə, yoldaşları, qohumları, digər zabit yoldaşları, hamısı da gələndə komandirin adından danışırlar. Bax, ona görə də çox sağ olun. Qaldı bizim qəhrəmanımız, onun da hərbi hava qüvvələrinin tərkibində xidməti vaxtı, zabitlər də yaxşı bilir, rol olub. Hər bir şəhid kimi Azərbaycanın azadlığı uğrunda özdə elə-belə baxmayaq ki, hərbi hava qüvvələri bəlkə də onlar düşmənin yadınıza gəlir ki, 5-6 il bundan qabaq atdığı raketlər Bakı şəhərinin üzərində zərərsizləşdirildi. Onu bizim bax bu igidlərin belə əməyi nəticəsində. Əgər o düşsəydi, orada minlərlə, bəlkə də daha çox bizim vətəndaşımız şəhid ola bilərdi. Və ona görə də
Hər bir Azərbaycan Silahlı Qüvvələrinin tərkibində olan hərbi hissələr kimi hərbi hava qüvvələrində müharibədə özünə pay alır. Və bir daha gələnlərə sağ ol deyirəm, bizim borcumuzdur. Biz şəhid ataları qardaşıq. Ancaq gələn əskər və zabitlərin hamısına sağ ol deyirəm. Allah sizdən razı olsun. Allah şəhidlərə rəhmət eləsin. Çox sağ olun. Sonra qonaq deyirəm, ancaq qonaq deyirlər. Onlar Azərbaycanın keşində duran insanlardır. Azərbaycan torpağının keşində duran insanlardır. Azərbaycan xalqının keşində duran insanlardır. Bugün də buradadır. Amma bir şey desin xatirinizə çatdırıram. Bu mənim borcumdur. Ağsaqqalam, bu işin dursun deyəm. Şamaxı rayon hərbi komissarlığı. Kimin xoşuna gəlir, gəlsin, mən heç kimə məsləhət eləmirəm. O mənə xahiş elədi. Mən başa bir şey deməkdə düz demədim. Amma hamının xoşuna gələr bu iş. Dedi sənə, nə çox xahiş edirəm, ağsaqqalım. Mənim salamım, mənim orada olan təbrikimi o insanlara, o gələn qonaq yoldaşlara, gələn hərbiçilərə, gələn komandirlərə çatdı. Mavini də zəng eləmişdi. Şamaxı rayon hərbi komissarlığının öz də zəng eləmişdi. Ona görə də bu təşəkkürdə, bu təbrikdə sizə çatdırıram. Hörmətli hərbiçilər, hörmətli hərbiçilər, mən sözü göndərirəm sizə. Hörmətli Elcan müəllim, bu heyətin adından sözü sizə verirəm. Buyurun. Əziz və dəyərli Şamaxılılar, dostlar, yoldaşlar, tanışlar. Az öncə qeyd olunduğu kimi artıq bu bizim üçün bir mənəvi borc olaraq hər il doğum və onun günlərində, bayram günlərində şəhidimizi və şəhidimizin ailəsini yad eləməklə artıq biz, belə deyək, o qədər bir-birimizə doğma olmuşuq, o qədər isinişmişik ki, artıq biz bir-birimizi görəndə üzümüz təbəssüm, Gülür. bəli, təbəssümlə dolur. İlk öncə onu bildirmək istəyirəm ki, şəhidlər millətin milli varlığıdır, mənəvi dəyəridir, ən üstün mənəvi dəyəridir. Çünki bu günlərin biz atadan, anadan, bacıdan, qardaşdan, hər kəsdən danışa bilərik. Amma onlar uğruna canlarını fəda edən şəxslərimiz var, onlar şəhidlərimizdir. Onlar bizim üçün sanki bir mayaqdır. Onlar bizim gedəcəyimiz yeri bəlli edən şəxslərdir. Və onlar Allahın müqəddəs kitabında bizlərə əmin olaraq bildirdiyi kimi onlar sağdırlar. Sadəcə olaraq biz bunu dərk etmirik. Biz bunu bilmirik. Baxın, təxminən 150 ildən sonra buradakı duran heyətdən heç kəs artıq nəfəs almayacaq, bu dünyada olmayacaq. Quran-ı Kərimdə bildirdiyi kimi İnnə lillahi və innə iləhi raciun deyir Allahımız. Hər kəs Allahdan gəlir və ona da qayıdacaq. Amma o böyük mütəfəkkirlərin, böyük ziyalıların ən böyük arzusu nə olub? Əbədi yaşamaq. Amma zamanla dərk ediblər ki, fiziki olaraq əbədi yaşaya bilməzsən. Amma mənəvi olaraq bizim şəhidlərimiz əbədiyyəti qazanmışlar və onlar bizim həmişə qəlbimizdə yaşayacaqlar. Onun da timsalında şəhid Ağacanımız. Mən hər dəfə Şəhidlər Xiyabanına gələndə iki şeyə görə qəhərlənirəm. Biri, sizlərə də məlum olduğu kimi mənim əmim də 1-ci Qarabağ döyüşlərində, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşubdur və şəhid olubdur. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Və ikinci qəhərləndiyim bir məsələ var. Məsələ də nədən ibarətdir? Bu günlərim məzarı başında durduğumuz Ağacanın şəkili xidmət elədiyi vaxtı mən çəkmişəm. Və onun nümunəvi xidmətinə və o nümunəvi xidməti əskər yoldaşlarına təqdim etmək üçün nümunəvi əskər kimi onun şəklini mən çəkmişdim. Amma heç vaxt, belə deyək də, ağlıma gəlməzdi ki, o nümunəvilik bu günləri onun məzar başında hər kəs üçün, Azərbaycan xalqı üçün bəli, əbədi olaraq həkk olunacaq və insanlarımız, bura toplaşan şəxslər onun timsalında bütün şəhidlərimizi özlərinə nümunə kimi, örnək kimi götürəcəklər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hərbi hava qüvvələri, bayaqla az öncə də şəhid atası da bildirdiyi kimi var olsunlar, Azərbaycanın görünməyən qəhrəmanları timsalında bir qurumdur. Ümumiyyətlə, silahlı qüvvələrimiz təkcə mən 44 günlük vətən müharibəsini deyil, həm də 1-ci Qarabağ döyüşlərində mən mütləq şəkildə vurğulamalıyam. Çünki
biz onların yolcuların davamçılarıyıq. Onların cızdığı yolun davamçıları olaraq biz onların əlindən o şanlı bayrağı alıb Qarabağa irəlilədik və o bayrağı ora taxdıq. Və bildirmək istəyirəm ki, necə ki şəhidlərimiz bizə nümunədir. Eynilə də qazilərimiz, veteranlarımız, əlillərimiz bu yolda canı ilə, qanı ilə fədakarlıq etmiş şəxslərdir. Ümumiyyətlə, adi bir şey deyim ki, birinin canı ağrıyanda dünya onun, yəni dünya naz-neməti onun üçün əbəsdir. Nə təqdim eləsən ona, nə versən ona xeyri yoxdur. Amma düşünün ki, şəhidlərimiz öz canlarını, ondan əziz olan ikinci bir şey ola bilməz həyatda. Öz canlarını bizlər üçün, sizlər üçün, analarımızın, bacılarımızın, ata qardaşlarımızın başı dik, alnı açıq, dürüst, xalqlar içində sözünü deyən bir xalq olduğunu nümayiş elətdirmək üçün öz canlarını vermişlər. Və dünyanın, mən keçən dəfə də bu sözü dedim, dünyanın hər bir yerində yaşaya bilərsən. Hər yerində yaşaya bilərsən, amma hər yerə vətən deyə bilməzsən. Vətən o yerdir ki, orada şəhidlərimizin qanı var. Orada şəhidlərimizin qanı töküb və o torpaq qanla yoğrulur. Və bu günlərim biz o şəhidlərimizə borcluyuq. Allah Ağacanımız daxil olmaqla bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Və sonda bir məsələni də vurğulamaq istəyirəm. Bayaqlar ona da toxunuldu. Belə deyək də, bizdən böyüklər ürəyimizdən keçənləri zaten belə deyək də biz bir-birimizdən sanki ürək yoldaşıyıq. Hiss edirik bir-birimizin dediyini. Bu şəhidlərimizi böyüdən, boya başa çatdıran, onlara sözün həqiqi mənasında halal çörək və süd verən ata-analarımıza borçluyuq. Onlar o şəhidlərimizi tərbiyə edib bu vətən uğrunda, torpaq uğrunda döyüşə yolladılar. Və çox-çox üzr istəyirəm Zakir əmidən. Yəni bütün şəhid ailələri, şəhid ataları, anaları bizim üçün əzizdir. Amma biz bu günlərə əgər Ağacanımız üçün toplaşmışıqsa, mən onun timsalında demək istəyirəm ki, o valideyn görün necə böyük ürək sahibidir ki, 3 övladı ola, 3 övladından yeganə belə deyək də arxa dayaq gələcəyi, yəni bunu qəhərli olsa da mən deməliyəm, bəzi şeylər var. İnsan bunu mütləq şəkildə təkrar etməlidir, deməlidir. İnsan unutqandır. Zaten insan sözünün kökü də unutqan deməkdir. Biz bunu mütləq şəkildə hər dəfə xatırlamalıyıq, hər dəfə deməliyik. Yəni bu cür valideynlərin biz, yəni zaten bugünkü dövrdə maddi və mənəvi o müharibənin getdiyi insanların çoxu maddiyyatın arxasında qalsın. Amma görün bizim ziyalılarımız, bizim sadə, sıravi, amma qeyrəti ilə, namusu ilə bizlərə nümunə olacaq nə qədər vətəndaşlarımız var. Və bilin, əmin olun ki, Azərbaycan xalqı dünya məhz bu tip insanların, bu cür insanların hesabınadır ki, bu günləri durur. Təkcə, yəni, bugünkü günümüzü yox, bütün dövrlər üçün, hansı dövrdə ki, hansı xalq ki, öz vətəni üçün qurban vermişlər, o şəxslər mütləq şəkildə, o xalq mütləq şəkildə uğur, qələbə qazanmışdır. Bir daha hər birinizə bura gəldiyiniz üçün dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Və biz hərbiçilərin də müqəddəs borcu. Çünki biz bu formanı geyinəndə, baxın, bu forma bizim təkcə geyim formamız deyil. Bu bizim həm də kəfənimizdir. Və Ağacan daxil olmaqla bütün şəhidlərimizin bizim yoldaşımızdır. Həm səngər yoldaşımızdır, həm də qəbir yoldaşımızdır. Və biz heç vaxt bu haqqı bitirə bilmərik. Bir daha şəhidimizə və şəhidimizin timsalında bütün şəhidlərimizə Allahdan qəni-qəni rəhmət diləyirəm. Şəhid ailələrinə səbir diləyirəm. Biz çıxıb gedirik, amma onlar öz dərdləri ilə daima baş-başadırlar. Biz bu günləri təsəlli verdik, getdik, amma onların dərdi bitmir ömürlərinin axırına qədər. Çünki onların şəhid olmamış, övladları şəhid olmamışdan əvvəlki bir gün, 2 gün əvvəlki şəkillərinə baxın, necə gözəl, necə təravətli, amma şəhid olandan sonra baxın, sanki onların gözlərində bir məyusluq, bir küskünlük var. Bayaq dediyim kimi, onlar sağdırlar, onlar əbədi yaşayacaqlar və bizim qəlbimizdə daim qalacaqlar. Sağ olun, var olun. Çox sağ olun Can müəllim. Və yeni zamanda bütün şəhid atalara, şəhid analarından təşəkkür edirəm. Zəhmət çəkib gəldiyiniz üçün. Sonra bir şey sizə həvalə eləmək istəyirəm. Əgər danışmaq istəyən varsa, təqdim edin. Yoxdur. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Bu dəyərli, məsləhətli, haqlı
Çıxışınız üçün. Çox sağ olun. Müəllim, buyur. Şəhid atası. Çok sağ olun. Ben de bütün ziyaret iştirakçıları hamınızı salamlayıram. Bugün Ağacan Qalavuzun dəyişməyən ad günü işlərimiz güzəşmiş oldu. Allah onu ve onun timsalında cəm şəhidlərə rəhmət eləsin, məqamları uca olsun. Bunlar zaman zaman itirilmiş torpaqların firaskarlarıdır. Nəinki Azərbaycan Respublikamızda, ölkəmizdə, yəni ölkəmizdən kənarda da olan dünya Azərbaycanlılarının onlar başlarınca ilə necə ki komandir vurdularda çox sağ olsun. Mən hamınıza təşəkkür edirəm bu günləri burada olduğunuza görə. Onlar bütün soydaşlarımızın kənarda yaşayan, yəni ki həmin o daşnaq millətin nümayəndələri ilə ünsiyyətdə olan insanların başınaca elədilər. Çünki zaman zaman bu torpaqlar həmişə itirilib, özü bunlar dövlətimizə, millətimizə zəfər yaşatdılar. Allah onlardan dönə-dönə razı olsun. Amin. Millətimizi, Ali Baş Komandamızı, ordumuzu qorusun. Güclü, qüvvətli, Allah sizləri var eləsin, basılmaz eləsin, ayıq-sayıq eləsin. Çox sağ olun, var olun ki, bu günləri bizi ilə söz. Cəmi şəhid valideynlərinə də Allah səbir versin. Amin. Sağ olun. Təşəkkür edirəm. Zakir. Buyur şəhid atası. Allah şəhidimizin ruhunu şad etsin. Təşəkkür edirəm. Rəna xanım, buyur. Rəna xanım, dünən də demişsiniz, biraz bərtdən danışın. Müəllimsiniz, biraz bərtdən danışın. Salamlayıram hər bir iştirakçıları. Çox sağ olun. Allah şəhidimizə rəhmət eləsin, yeri cənnət olsun. Bu ailənin yoldaş qeyd etdiyi kimi yükü ağır bir ailədir. Mən də bu yaxınlarda bu ailənin evində oldum, ziyarət elədim. Ana ilə söhbət elədim. Ana nə qədər o Ağacanın keçdiyi həyat yolundan danışdı. Məlumatlar verdi. Yəni o getməyə də bilərdi. Amma o vətəni, bayrağı, torpağı sevdiyi üçün başqa onun da ürəyində öz arzuları, istəkləri Güzel tutdu vardı. hamısı. Və onları hamısını kənara qoyub bu yolda yəni geri qalmadı heç bir yoldaşlarına. Allah ona rəhmət eləsin, yeri cənnət olsun. Allah bu ailəyə dayaq dursun. Necə deyirlər, yükü ağır bir ailə deyənə qeyd edirəm. Allah dayaqları olsun. Təşəkkür edirəm. Çox sağ olun. Vahid müəllim. Buyur. Buyurun. Ben de ilk önce üzersen biraz sıhhatimle bağlı. Evet. Olmasın ki danışığımda, nitqimdə problem olsun. Ben ilk önce Zakir kardeşime, Aybəniz bacıma, onların timsalında bütün şəhid ailərinə Allah'tan səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Elcan kardeşim o kadar güzel danıştı ki, o kadar mənalı ve yerinde danıştı ki, artık söz demeye məndə bazıda heç bir söz qalmadı, amma onu qeyd etmək istəyirəm ki, həqiqətən hava hücumuna müdafiə qoşunları 1-ci Qarabağ Savaşından 2-ci Qarabağ Savaşına qədər çox fədakar fəal iştirak elədilər. Mən özüm 1-ci Qarabağ Savaşında 5 il xidmət eləmişəm. Mən ödəyiz, Allah əmzə də rəhmət eləsin şəhidimizə. 700 Qubadlıda xidmət eləmişəm. Teymur Rusyan kəndinin görsün, Üçtəpənin arxasında olmuşuq. Biz ora cəlb olunan zaman, həmən vaxtlar siz təsəvvür edin ki, əhaliyə o qədər istəm edirlər, o qədər zülm edirlərmiş ki, an vertolyotlarla, sərnişin vertolyotlarla gəlirlərmiş PK-nı, sərnişin vertolyotun qapısını açıb, kənd əhalisinin üstünə PK ilə, bəli, PK ilə vurulanmış. Nəhayət ki, bizim qəhrəman ordumuz, qəhrəman xalqımızın əskərləri o vertolyotdan üçün vurmuşdular. İkisi qəzalı vəziyyətə düşmüşdü. Biri o həmin mən tarixi danışıram. 93-cü ilin mart ayından söhbət gedir. İkisi qəzalı vəziyyətdədir. Biri o iki vertolyotun əskərlərini götürüb çıxmışdı. Həmin vertolyotun biri Bakı Qubadlı sərnişin vertolyotu olmuşdu. O da bizim həmin hərbi hava qüvvələrinin əskərlərin, mənsubların, yəni şücaəti nəticəsində olmuşdu. Yəni bizim hərbi hissə elə bir hərbi hissə idi ki, Ağacan qalamızın hərbi hissəsi. Həm texnikası olduqca dəyərli, bahalı, ən zəngin texnikalara malik olan bir texnikadır. Hətta bizə elə bir silahlar verirdilər ki, əgər məğlubiyyət olarsa, mühasirəyə düşülərsə, həmin texnikalar məhv olunmalıdır. Düşmənə özüzlə texnikada təslim olmamalıdır. Çünki məxfi orqan olduğuna görə, məxfi döyüş hissələri olduğuna görə əskər birlikdə texnika ilə özünü məhv eləməlidir.
Yəni Allah bütün şəhidlərimizə rəhmət Amin. eləsin. Bizim xalq, bizim əsgərlər qəhrəman olub. 1-ci Qarabağ savaşında da, 2-ci Qarabağ savaşında da. Allah sizdən də razı olsun ki, hər dəfə gəlib Çok sağ bizim olun. Ağacan balamızı ziyarət edirsiniz. Onların ailəsinə bir ailə kimi dəstək olursunuz. Artıq görürəm ki, siz o ailənin bir üzvüsünüz. Elcan qardaşım, siz başda olmaqdan və gələn digər əsgərlərin zabit heyətinə öz təşəkkürümü edirəm sizin komandana, Çok sağ mənim olun. keçmiş komandanıma öz təşəkkürümü bildirirəm ki, siz şəhid ailələrin, yəni sizin xidmətdə olan şəhid ailələrin yəni tək buraxmırsınız. Hər il onları qeyd edirsiniz, onların yanında olsun. Allah cəm Çox sağ şəhidlərimizə olun. rəhmət eləsin. Allah ordumuzu qorusun. Amin. Bu gözəl ordumuzla yurdumuzu qorusun. Amin. Amin. Təşəkkür İmran edirəm. müəllim buyur şəhadət atası. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid ataları, dəyərli şəhid valideyn anaları, hər biri salamlayıram. Bugünkü gündə Allah Ağacan balamızın timsalında şəhadətdə az olan ballarımızın hamısının şəhadətin mübarək olsun. Mən Zakir qardaşıma, Aybəniz bacıma, Allah'tan bol gözüm arzulayıram. Qalan ballarınıza sağlam həyat arzulayıram. Sizin nənə baba olmağınıza hər birimiz Allah'tan diliyirik. O qapıza şadlıqlara gələk və məndən çıxış edən qardaşlar, bacılarım çox gözəl sözlər buyurdular. Mən də bir şəhid atası olaraq və nümayəndə ilə gələnlərə hər biri də öz salamını çatdırıram. Çox sağ olsun hərbiçilər. Mən də çox gözəl arad oldum. Bəli, hərbi hava qurduqları, komandaların başlarına, mənim əzizlərim, mənim hərbiçilərim, bizim də hər birimizin ailədə hərbiçilərimiz var. Bu böyük bir nümunədir. Məndən öncə dedilər, həqiqətən də bu böyük bir nümunədir. Bax, belə olunmalıdır. Şəhidlər belə olanda biz şəhid atanaları çox gürurlandır. Bizdə kiminsə maddiyyatı heç ehtiyac yoxdur. İnanın Allah, o bir buyurdunuz hər biriniz. Bizə mənəvi dəstək lazımdır. Ruhən şad olun ki, bizim də balalarımız bu vətənin azadlığı naminə, o keşməkeşli günlərin canların, qanları bahasına azad elədilər. Ona görə də sizə mən də, necə ki məndən öncə sizin hərbi söz haqqında məlumat verdilər, danışlar, başda rəhbəriniz olmalı. Hər birinizə xüsusi öz adından və Şamaq şəhidlər valideynləri adından sizə səmimi təşəkkür edirəm. Hər biriniz sağ olun. Allah sizlərin də dünyasını dəyişənlərinizin yerini cənnət eləsin, ruhunu şad eləsin. Siz də hər biriniz sağ olun. Şəhid atanalarının Allah'tan göz maziləm hər birinizə sağ olun deyirəm və bizim müəyyən burada həmişə bizim tədbirdə iştirak edən şəhid sevər insanlarımız var. Teşekkür ederim. Onların da hər birinə öz xüsusi təşəkkürümü bildirirəm. Çox sağ olun Rəna xanım. Var olun. Burada şəhid qardaşlar var. Sizə də Allah'tan göz maziləm. Allah ordumuzu qorusun. Amin. Allah qazilərimizə, veteranlarımıza şəfa versin. Nə bilim, dünyamız, Azərbaycanımız işıqlı olsun. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Çok sağ olun İmran müəllim. Teşekkür ederim. Şəhadət atası. Tevfik buyur. Çok sağ olasın. Allah razı olsun. Şəhid balamızın mevlidi mübarək olsun. Allah'tan onun atasına arasına ihsan edirəm. Yerleri cennet nelemleri olsun. Çok sağ olun. Teşekkür ederim. Namaz. Sağ olasın. Şəhid atası buyur. Sağ olun kardeş. Allah balamızın cennet olsun. Kalan balaları çok olsun. Mekan cennet olsun. Cem şəhidler. Buyur müəllim. Şahverdi kardeş. Al, şəhid atası. Ağacan balamızın mövlüdünü içmişim. Mübarək Ağacan balam. Onun valideynlərinə Allah səbir versin, uzun versin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Teşekkür ederim. Bir şey nəzərinizə çatdırım. Mənə məlumat verdilər ki, Sübhan xəstədir. Heç bir imkanı yoxdur ki, bu günləri burada şəhid atasıdır. Çıxış eləsin. Allah şəfa versin. Vasif, şəhid atası. He. Bugün biz burada bütün şəhid valideynləri, hər şəhid sevərlərlə bir yerdə Ağacan balamızın ad günü yaşamışıq. Bu şəhidlər ki, bizim başımızı 20-ci ilə uzaq göylərə qaldırdı. Hər bir şəhid valideyni düzdür. Çətindir şəhid valideyni. Ancaq şəhidlik elə bir zirvədir ki, onu hər kəs çata bilmir. Onları dünyaya gətirən analar, atalar, Allah'tan səbir diləyirlər. Bir də deyirlər ki, şəhid uğrunda ölən varsa vətəndir. Onlar doğrudan da sübut edədilər ki, bu torpağı nə qədər sevirlər.
Şəhidlik hər kəsə qismət olmuş. O Allahdan gələn bir yardım. Onu heç kim poza bilməz. O döyüşlərə qatıran hər bir kəs heç kim sığortalanmamışdı ki, sağ olacaq ya şəhid olacaq. Ancaq çoxları arzu edirdi ki, şəhid olsun. Bu şəhidlik də hər kəsə qismət ola bilir. Allah'tan bütün şəhidlərimizə rəhmət diləyirəm. Cümlədən ağadan Amin. Çok sağ ol, teşekkür ederim şəhid kardeşim. İlham buyur. Çok sağ olasın. Ben de öz adımdan tədbir istəyirəm. Hamını salamlayıram. Bugün ağadan balamızın ad gününə yavuşmuşuq. Allah ağadan balamıza rəhmət eləsin. Məqamız olsun. Valideynlərinə də Allah'tan səbir diləyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah razı olsun. Teşekkür ederim her birinize. Aksaklılar belki oradan Yok, teklif ederim. Her birinize teşekkür ederim. Ben özüm karşınızdaki bu aksakalınız bugün, hele her gün, her an bu 6 ilin içerisinde həmişə qürurlanmışam, həmişə sevinmişəm ki, Allah, mənim cəmaatım nə gözəl cəmaatdır. Mənim xalqım nə gözəl xalqdır. Mənim xalqım nə qədir bilən xalqdır. Ona görə də məni belə saxlayan bəlkə də Allah hər birinizin bağlarını salamat eləsin. Allah bağlarımızı salamat eləsin. Bu qürurlardır, bu fərəhlərdir, bu igidliklərdir. Bugün kim harda nə iş görür, kim toy eləyir, kim yaxşı kresolarda oturub, Allah şavan diləsin. Hamısı bağlarımızın sayəsindədir. Heç kim loğlana bilməz. Ben 6 ildir bu söz deyirəm. Deyə bilir gəlsin mən qarşıma kəsəkə. Sonra da deyə bilməyəcək. Hamı bu bağlarımızın sayəsində yaşayır. Hamı bunların sayəsində nə iş lazımdır görür. Allah Teala Azərbaycan xalqını xoşbəxt eləsin. Hörmətli cəmaət. Bunlar, hörmətli Elcan müəllim dedi, bunlar gözləmədi arkada ata qalıb, ana qalıb, evlad qalıb, nişanlı qalıb və s. Heç bir şey gözləməyib, bir məqsəd gözlədilər. Yalnız qabağa torpaqlarımızı almaq lazımdır. 4 ildir Rusiyada müharibə gedir. Görün 4 köpülü xeyir var mı? 44 gün ərzində balaca bir ölkənin bu bağları 30 illik yağı düşmanla torpaqları alasan, Azərbaycan xalqının başını qaldırasan, buna söz-söhbət yaraşan şeydir, hörmətli cəmaət. Bu bağların qədrini gəlin biz biləyin. Bu bağların qədrini gərək biz attığımız atanda biləyin. Yalvarağın. And içəyin ki, bax bunların torpağla da olsun falan şey falan da oynadı qab bağlanmalıdır. Deyirəmsin hamımızdan böyüyəm mən burada. Ben dedim Hacı Mərhəmətə, benim otağım ayrıdır. Ben bu söz deyə bilərəm, sizdən böyüyəm. Benim otağıma giren yoktur. Ben orada uzanmaq ərəfəsində olanda bir sayaqlamaq kimi bir şey eləmişəm. Gördüm nəvələrim girib içəri, ata nə deyirsən? Deyirəm, nə dedim? Deyirsən dedin ki, izdihamdır. Dedim bala, mən şəhidlərlə danışırdım. Həmişə mən sözüm odur ki, Allah izdihamdır bu izdiham. Bu izdiham mənim başıma qalma yeriyib, yatdığım yerdə mənim yadıma çıxmaz. Hörmətli hərbiçilər, Allah Teala su salamat eləsin. Mən də 2 nəvəm, hamısı mənim nəvələrimdir. Qazıdır. Prezidentimiz tərəfindən orden medal aldı. Allah Teala bütün şəhidlərimizə qəni rəhmət eləsin, yerlər cənnət olsun, ya Rabbim, ya Resulallah. Onların qədri, qiyməti, anımı, onların gördüğü her hansı bir gərək gözünü oran görübsə, dedi oradan öpək ki, onun gözü burada, bu ağacı görüb. Bu insanı görüb, bu divarı görüb. Hər birinizə deyirəm, şəhidlərin qədrini bilək. Hər bir şey bu dünyada keçən şeydir. Amma bunlar keçməyəcək. Ona görə də Allah Teala bütün şəhidlərimizin ata-anasını xoşbəxt eləsin. Onların qalan bağlarının hər birinin toyunda bu qarşınızdakı ağsaqqal iştirak eləsin. Ondan sonra bunlar da dincəlsinlər, desinlər Allah Teala, mənim balam torpağı aldı, indi mən toy eləyirəm, dincəlirəm. Bunun artıq nə ola bilər, hörmətli cəmaət? Allah Teala sizi var olsun, hörmətli mənim hərbiçilərim, mənim bağlarım, evlatlarım. Baxıram sizə, fərəhlənirəm. Baxıram sizə,
Daha da gururluyam. Ona görə ki Allah Teala benim ordum var. Benim hərbiçilərim var. Benim ordumun rəhbəri var. Hər birinə təşəkkür edirəm. Çok sağ olun. Allah Teala sizi var arasın. Bir gün dedim Allah Şamaxı cemaatinin xoşbaxtı. Bir gün bir kadın dedi ona gelmişti. Dedi Aksakallı Şamaxı bu verirsen. Dedim ay bacı Azerbaycan denil hamısı gelir onun içerisinde. Allah Şamaxı cemaatini xoşbaxt eləsin. Allah sizin de hardansınız da o olduğunuz yerleri xoşbaxt eləsin. Hörmətli hərbiçilərim və komandirlərim. Çok sağ olun. Her birine teşekkür ederim. Hörmətli Hacı Mərhəmət. Sen de 6 ildir benim sağımdasan. Ancak bu yola düz, halal niyetle, halal yolla, halal rızayla gitmeliyiz. Hiç kim bizim karşısında geçebilmeyecek. Verdi boy. Amin. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Allahümme illa sallallahu aleyhi ve Fatiha. Bismillahirrahmanirrahim. المغضوب عليهم ولا الضالين آمين هو الله أحد Hörmətli cemaat.